Dövlət sərhədini keçərək ölkəyə narkotik vasitə gətirməyə cəhd göstərən şəxslər saxlanılıb. Dövlət Sərhəd Xidmətinə verilən məlumata görə Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində avtomobillə sərhədə yaxınlaşan 2 şübhəli şəxs sərhəd naryadı tərəfindən aşkarlanıb, ərazi dərhal nəzarətə götürülüb və əməliyyat tədbirləri həyata keçirilib. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılmış xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 90 BJ 616 dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri 1987-ci il təvəllüdlü Mövsümov Elşad Raminoğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehmanoğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kq 800 qram narkotik vasitəni götürmək məqsədi ilə gəldiklərini etiraf ediblər. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.